Mən bir ev çəkilişinə gəlmişəm. İstəyirəm sizə yoldan başlayayım. Bax, bu 6 nömrə məktəbə gedən yoldur. Bax, burada supermarket. Gördüyünüz supermarketdir. Mən də başlayıram yoldan əvvəl çəkməyə. Bax, bu spardan dönürük. Sağa. Dönürük sağa. Bu yolla davam edirik. Mən bu yolu özüm çəkirəm. Ona görə çəkirəm ki, siz niyə gəldiyinizi, hara gəldiyinizi yaxşı biləsiniz. Yəni bunu bir çox insanlar eləyib, mən də eləyirəm ki, siz əziyyət çəkməyəsiniz. Yəni nə harda ev aldığınızı yaxşı biləsiniz. Bax, çatdıq bura, bax, ev buradadır. Bax, deməli həyət evimiz bax belə bir evdir. Bax, belə daxil olduq evin içərisinə. Bax, evi yolu çəkmişəm. Qiymətini deyirəm 90.000 manatdır. İlkin olaraq 90.000-dir. Bax, Qufçalı belə bir evdir. Bax, kimə maraqlıdırsa, bax, qiymət deyirəm, evin torpağına sotu 2 sota yaxındır. Yəni, bax, belə bir evdir. Yəni, həqiqətən də bu gün bazar qiymətinə baxanda çox münasib qiymətlidir. Çox normal qiymətlidir. Yəni ev tam doludur. Yəni, demək olar ki, evdə neçə illərdir yaşayırlar. Bu evin altı elə bir ki, qaraj olub, buranın eləyiblər 2 mərtəbə. İndi 2 ailə üçün maraqlı olsa bizlə əlaqə saxlayalım. Bax, ehtiyac dükanı var, kombisi var. Bax, indi evin birinci mərtəbəsinə girək burada. Bax, girən kimi bax sağda sizi bax görürsüz mətbəx qarşılayır. Bu mətbəx mebeli qalır. Yəqin elektronikanı götürərlər. Sonra gedirik qabağa. Burada heç kim yoxdur ki, dayı? Yox. Bax, burada da bunun sanitar qovşağıdır. Bax, gördüyünüz kimi burada da böyle hazır vəziyyətdədir. Bax, bu da onun yataq otağıdır. Buradan yəqin 5-5-i götürərlər çox güman ki, yəni bunlara lazım olur. Bax, belə. Bax, bu da bunun qonaq otağıdır. Bax, belə. Yəni kim istəsə yaşaya bilər, bax. 2 ailə tam rahatsızlığını yaşaya bilər. Bax, bu vəziyyətdir. Yəni genişlik var, rahatçılıq var evdə. Bax, belə. İstipoldur. Hə, bura istipoldur. Ha, qəşəng. İndi təzədən çıxaq həyətə. Şimdi qalxırıq 2-ci mərtəbə. Yenə təkrar edirəm. Qiymət ilkin olaraq 90.000 manatdır. Bax, kəsə-kəsə çəkirəm ki, siz yorulmayasınız. Bax, bu da bunun balkondan görülən həyəti deyil. Da bütün qonum-qonşuları çəkmirəm. Yenə təkrar edirəm. Qufçalı vəziyyətdə, içi dolu vəziyyətdə. İlkin qiymət 90.000 manat. Bax, burada da deməli 3 otaq. 3 otaq. Bax, burada bunun mətbəx nəzərdə tutulub, amma görürsünüz mətbəxin o kafelər vurulub, amma özü yığılmıyor. Burada yoxdur. Sol tərəfdə yenə bir dənə tam hazır vəziyyətdə yataq otağısı gözləyir. Bax, qısa-qısa çəkirəm. Bax, bu da ikinci yataq otağıdır. Bu da burada. Bu da hazır vəziyyətdədir, şükürlər. Burada yatan var, biz onu oyatmırıq. Bax, belə. Bax, bu da yuxarıda ikinci olan sanitar qovşağıdır. Nəsə, hörmətli izləyicilər, sonunda kanalımıza abunə olun, paylaşın. Çox həqiqətən bugünkü gündə bazar qiymətinə çox uyğun evdir. Çox. Bax, məktəbi də yaxınlaşdırıram. Ona görə yaxınlaşdırıram ki, bu evin sahibi çox bizə yaxın adamdır. Bax, 6 nömrə məktəbdir. Bax, bu da bu kişinin həyətidir. Sağ olun, salamat qalın.